Ya Allah, hoş gördük. Deməli bir daha başlayırıq inşallah ali sinir fəaliyyəti ilə. Demək, mövzumuz ali sinir fəaliyyəti çalışacağım. Ali sinir fəaliyyəti haqqında əsas lazımi məqamları bildirim. Yəni nələrə diqqət etməliyiksə onlara. Bilirsən. Demək, ali sinir fəaliyyəti nədir? Ali sinir fəaliyyəti ali heyvanlarda və insanda gedən sinir proseslərin ümumi cəmidir. Yəni bu mövzuda biz nələri öyrənərik? Yəni qısa plan olaraq qeyd edeyim. Deməli, nədir ali sinir fəaliyyəti? Yəni nələri öyrənəcəyik? Şərti və şərtsiz refleks öyrənərik. Həmçinin reflekslərin tormozlanması da bununla bir yerdə. Düşüncəli fəaliyyət. Düşüncəli fəaliyyət. Nitq və təfəkkür öyrənərik. Ondan sonra biz öyrənərik emosiyalar. Yaddaş. Yuxu. Sonra temperament tipləri. Ali sinir fəaliyyətinin pozulması. Təşviş. Depressiya. Psixoz. Stres və s. Yəni, ali sinir fəaliyyətində bunları biz keçərik. Başlayaq elə şərti və şərtsiz refleksdən. Əvvəlcə deyim ki, baş beyin refleksləri, yəni Sechenov baş beyin reflekslərini öyrənmişdir. Baş beyin refleksləri 3 mərhələdən ibarət olduğunu qeyd etmişdir. Birinci mərhələ duyğu orqanlarında yaranan oyanma. Deməli, duyğu orqanlarında yaranan oyanma. Yəni, bu əsasən reseptorlarla bağlıdır. İkinci mərhələ baş beyinlə bağlıdır. Baş beyində oyanma və tormozlanma nəticəsində yaranan hissiyat, təsəvvür və qavrayışlar yaranması. Üçüncü mərhələ isə davranış reaksiyaları. Deməli, bunlar Sechenova görə baş beyin reflekslərinin mərhələləridir. Şərti və şərtsiz reflekslər təlimini yaradıb Pavlov.
Yani ümumi olarak refleksin iki növünü qeyd etmiştir. Şərti refleks bir de şərtsiz refleks. Bunların bəzi xüsusiyyətlərini qeyd edərək deməli başlayaq nə ilə? Şərtsiz reflekslə başlayaq. Hansı xüsusiyyətləri var? Yəni birinci olaraq anadan gəlmədir. Deməli, növün bütün fərdlərində eynidir. Dörd növü var. Qida, müdafiə, səmt və cinsiyyət refleksi. Deməli, mərkəzi onurğa beyin, mərkəzi onurğa beyin, baş beyin kötüyü, və ağ maddənin içərisində olan boz maddədən ibarət nüvələr. Ağ maddə içərisində boz maddədən ibarət olan nüvələr. Sonra nə ola bilər? Deməli, daxili mühitin sabitliyini təmin edir. Sonra başqa nə ola bilər? Deməli, olsun. Yəni, bu qədər olsun. Müdafiə refleksi, yəni növ olaraq qida refleksi nədir? Qidanın ağızda olması ilə əlaqədar olaraq, məsələn, ağız suyunun ifrazı. Sonra müdafiə refleksi nədir? Müdafiə refleksi, məsələn, əlimizi isti bir əşyaya toxunduqda tez geri çəkməyimiz və yaxud iti bir əşyaya vurduqda tez geri çəkməyimiz, askırma, öskürmə və sarımlar müdafiə reflekslərinə aiddir. Səmt refleksi hər hansı bir istiqamətdən səs gələrsə, həmin səsə qarşı yəni o istiqamətə dönüb baxmağımız səmt refleksinə aiddir. Sonra cinsiyyət refleksi çoxalma ilə əlaqədar olan reflekslərdir. Davam edirik. Digər refleks növümüz isə şərti refleksdir. Şərti refleks deməli anadan gəlmə deyil. Anadan gəlmə deyil. Yaranıb itə bilir. Hər canlı üçün fərdidir. Mərkəzi yarımkürələr qabığıdır. Mərkəzi yarımkürələr qabığıdır və dəyişən mühit şəraitinə uyğunlaşdırır.
Məişə mühit şəraitinə uyğunlaşdırır. Aha. Deməli, Pavlovun it üzərində apardığı bir təcrübə var idi. Deməli, təcrübənin mahiyyəti nədən ibarət idi? İtin beynində, it üzərində təcrübə aparmışdı təbii ki. Beyində olan mərkəzlər, beyindəki mərkəzlər. Qida mərkəzi, yəni bunu dad mərkəzi də deyirik. Dad mərkəzi, işıq görmə mərkəzi, bir də ağız suyu ifrazı mərkəzi. Birinci təcrübədə deyir ki, yəni əvvəlcə təbii ki, ağız suyu ifrazının baş verib vermədiyini müəyyən etmək üçün itə boğazına bir rezin boru takır. Əgər ağız suyu ifraz olunursa, həmin rezin borudan ağız suyunun axdığını müşahidə etmək olur. Demək, nə edir? İlk təcrübədə yemək yeyir və ağız suyu ifraz olunur. Ağız suyu ifraz olunur. Yəni, bu təcrübədə yemək şərtsiz qıcıqlandırıcıdır. Və burada yəni yemək şərtsiz qıcıqlandırıcıdırsa, prosesdə şərtsiz refleks adlanır. Proses şərtsiz refleksdir. Digər bir təcrübədə işıq yanır, işığı yandırır. Yemək vermir. Bu zaman deməli, ağız suyu ifraz olunmur. Ağız suyu ifraz olunmur. Bu təcrübədə işıq təsirsiz qıcıqlandırıcıdır. Aha. Növbəti təcrübədə yeməkdən yarım dəqiqə əvvəl işıq yandırılır. Və bir neçə dəfə bu proses təkrar olunur. Bu zaman beyində görmə və dad mərkəzi arasında müvəqqəti əlaqə yaranır. Müvəqqəti əlaqə. Digər bir axırıncı təcrübədə lampa yandırılır. Yemək verilmir. Ağız suyu ifrazı baş verir. Ağız suyu ifraz olunur.
Və bu prosesdə lampa şərti qıcıqlandırıcı, proses isə şərti refleks halındadır. Deməli, nə oldu? Lampa əvvəl təsirsiz idi. Daha sonra şərti refleks oldu. Şərti qıcıqlandırıcı oldu. Səbəb də nə idi? Səbəb də beynin görmə mərkəzi ilə dad mərkəzi arasında müvəqqəti əlaqənin yaranması idi. Və refleksdən sonra biz tormozlanmanı da keçirik. Tormozlanmanın iki növü var. Tormozlanmanın iki növü var. Şərti və ya daxili, şərtsiz və ya xarici tormozlanma. Və əgər refleks olaraq biz iki növ qeyd eləsək, şərti refleks həm daxili, həm də xarici tormozlanır. Həm də xarici tormozlanır. Şərtsiz refleks isə şərtsiz refleks yalnız xarici tormozlanır. Aha. Bu olur şərti, şərtsiz refleks. Deməli, birinci nə idi? Düşüncəli fəaliyyətli təfəkkür. Aha, düşüncəli fəaliyyət insan biologiyasında yəqin ki, izah eləmişdim. Yəni, düşüncənin ibtidai formasıdır. Əsasən, məməlidir sinfinin bəzi nümayəndələrində düşüncəli fəaliyyətə rast gələ bilirik. Nitq, yəni bir siqnal sistemi olaraq, deməli, siqnal sistemi olaraq birinci siqnal sistemi və ikinci siqnal sistemi qruplaşdırırıq. Birinci siqnal sisteminə duyğu orqanları aiddir. İkinci siqnal sisteminə isə nitq aiddir. Nitqin də iki növü var. Şifahi nitq və yazılı nitq. Yazılı nitq yazı yazmalı, şifahi nitq də təbii ki, danışmaqdır. Və insanın hansı dildə danışmağı, onun olduğu ətraf mühitdə insanların hansı dildə danışmağından asılı olur. Və davam edirik sizin də təfəkkür əməliyyatlarını qeyd edək. Analiz, sintez, müqayisə, mücərrədləşdirmə, bir də ümumiləşdirmə.
Yani analiz adından belli olduğu kimi biz neyse analiz edirik. Əşya və hadisələri hissələrinə görə, xüsusiyyətlərinə görə e, yəni bölürük. Məsələn, tutaq ki, hər hansı bir meyvə varımızdır. Deyirik ki, bu yumrudur, qırmızıdır, şirindir və s. Yəni onun xüsusiyyətlərini ayırt edirik, bir-birindən ayırt edirik. Bu analiz olur. Sintez analizin əksidir. Yəni xüsusiyyətləri birləşdirib bunun nəyə aid olduğunu da tapırıq. Müqayisə asan bir şeydir. Yəni hər hansı bir əşyanı və yaxud hər hansı bir canlını, meyvəni, hadisəni digər biri ilə oxşar və fərqli cəhətlərini müəyyən edirik. Mücərrədləşdirmə var. Mücərrədləşdirmə bir əlaməti digərindən ayırmaqdır. Bu da analiz əsasında həyata keçirilir. Və ümumiləşdirmə, məsələn, deyək ki, stoldur, stuldur, şkafdır, e, saatdır və s. Yəni bunlar deyək ki, e, ofis ləvazimatları və yaxud mebeldir deyə bilərik. Yəni ümumi olaraq xüsusiyyətləri birləşdirmək, ümumiləşdirmə hesab olunur. Davam edirik emosiyalarla. Emosiyalar iki qrupa ayrılır. Müsbət və mənfi emosiyalar. Emosiya, emoveo, həyəcanlanmaq, sarsılmaq deməkdir. Müsbət emosiyadırsa, yəni xoş, məsələn, məmnun olmaq, şad olmaq, sevinmək və s. Mənfi emosiyalar isə, məsələn, qəzəblənmək, kədərlənmək və s. olaraq deyə bilərik. İndi yaranmasında iştirak edən, yəni idarə edən, belə deyək, yaranması emosiyaların yaranmasında müəyyən hissələr iştirak edir. Alın və gicgah payı. Alın və gicgah və həmçinin ara beyin iştirak edir. Və idarə olunur. İdarə olunması nə vasitəsilə həyata keçirilir? Alın payı vasitəsilə həyata keçirilir. Tamam. Davam edirik. Yaddaşla davam edək. Yaddaş nədir? Deməli, xatırlama, yadda saxlama, təkrar etmə proseslərindən ibarətdir. Deməli, biz yaddaşı müxtəlif xüsusiyyətlərinə görə qruplaşdırırıq. Hansı xüsusiyyətlərinə görə deyək? Yəni, bir olsun, müddətinə görə, müddətinə görə necə qruplaşdırırıq? Ani və yaxud sensor yaddaş, qısa müddətli yaddaş, bir də uzun müddətli yaddaş. Necə bunları fərqləndirə bilərik? Düzdür, uzun müddətlini fərqləndirmək daha asandır. Əsasən, ani ilə qısa müddətli yaddaşı fərqləndirməkdə çətinlik ola bilər. Ani yaddaş
vacib olmayan və diqqət etmədiyimiz məlumatlar. Və diqqət etmədiyimiz məlumatlar. Yəni, buna biz nə misal göstərə bilərik? Deyək ki, nə deyək? Məsələn, siz oturubsuz, dərsə qulaq asırsınız, diqqətiniz dərsdədir, sizin üçün vacib olan dərsdir. Qonşu otaqda hər hansı iki nəfər bir-biri ilə söhbət edir və onların danışdığı söhbət ani olaraq bir neçə saniyəlik bizim beynimizdən keçir. Bu ani yaddaş hesab olunur. Əgər biz o məlumata, yəni o danışıq, onların danışdığı şeylərə qulaq asmırıqsa, o ani yaddaş hesab olunacaq. İkincisi nədir? Qısa müddətli yaddaş. Qısa müddətli yaddaş vacibdir, amma qısa müddətdə. Qısa müddət üçün. Yəni, nə misal göstərə bilərik? Məsələn, tutaq ki, mənə bir zəng gəlir telefondan, mən deyirəm, mənə bir nömrə deyirlər, deyirəm ki, məsələn, ay filan kəs, bu nömrəni mənim üçün deyirəm sənə, yadda saxla, zəng bitdikdən sonra nömrəni qeyd edəcəm və həmin adam da nömrəni o vaxta qədər yadda saxlayır ki, mənə desin. Və mənə deyəndən sonra artıq nömrə onun üçün heç bir əhəmiyyət daşımadığına görə artıq o nömrə onun yadından çıxır. Bu olur qısa müddətli yaddaş. Uzun müddətli yaddaşda isə təkrar, yəni bir neçə dəfə təkrar olunduqdan sonra uzun müddət yadda qalır. Davam edirik. Yaddaşın digər yəni qruplaşması növlərini deyək. İkinci, biz yaddaşı hansı xüsusiyyətinə görə qruplaşdırarıq? Məlumatı yadda saxlama xüsusiyyətinə görə. Məlumatı yadda saxlama xüsusiyyətinə görə. Yəni, biz buna necə sualı verə bilərik? Məlumatı necə yadda saxlayırıq? İstəyərək, cəhd edərək yadda saxlayırıq, yoxsa qeyri-iradi yadda saxlayırıq? Yəni, buna iradi və qeyri-iradi yaddaş aiddir. İradi və qeyri-iradi yaddaş aiddir. İradi, yəni dediyimiz kimi istəyərək. Məsələn, tutaq ki, mən dərs öyrənmək istəyirəm. Oturub oxuyuram, yadda saxlayıram, öyrənirəm. Qeyri-iradi yaddaş isə tutaq ki, mən hər gün məktəbə gedib gəlirəm, yolun kənarında filan dükanın olduğu mənim yadımda. Hər gün gedib gəldiyimə görə məndən asılı olmadan dükanın harada olduğu yadımda qalıb. Yəni, bunun üçün heç bir cəhd etmədiyimə görə bu qeyri-iradi yaddaş hesab olunur. Üçüncü xüsusiyyətimiz isə nədir? Yadda qalan məlumatın xüsusiyyətinə görə.
Yəni burada diqqət mərkəzində məlumatdır. İkinci belə xüsusiyyətdə, yəni cümlələr bir-birinə oxşardır. Yəni burada yadda saxlama xüsusiyyəti idi əsas ikincidə. Amma üçüncüdə yadda qalan məlumatın xüsusiyyətlərinə görə. Yəni biz hansı məlumatı yadda saxlayırıq? Yəni nəyi yadda saxlayırıq? Biz buna nəyi sualını verə bilirik? Yəni keçən də yəni belə deyək, xüsusiyyətdə necə sualını verə bilirdi ki, məlumatı necə yadda saxlayırıq. Amma burada nəyi yadda saxlayırıq, hansı məlumatı yadda saxlayırıq. Dörd qrupa ayrılır. Deməli, emosional yaddaş, hərəkət yaddaşı, obrazlı yaddaş, bir də söz yaddaşı. Emosional yaddaş nədir? Emosional yaddaş odur ki, hər hansı bir hadisənin insanda qoyduğu iz. Yəni, məsələn, tutaq ki, Allah eləməmiş bir yaxın qohumunun vəfatı zamanı insanda yaranan hisslər, yəni hisslərin yadda qalması emosional yaddaş kimi düşünülə bilər. Və yaxud məsələn, universitetə qəbul xəbərini aldıqda insanın keçirdiyi hisslər, yəni dəhşətli dərəcədə ola bilər ki, sevinmiş olaq və həmin o sevinç hisslərimiz bir neçə illərlə yadımızda qala bilər. Hərəkət yaddaşı, yazı yazmaq da hərəkət yaddaşına aiddir. Hər hansı bir rəqs hərəkətləri, hər hansı bir idman hərəkətləri hərəkət yaddaşına misaldır. Obraz yaddaş, kiminsə simasını yadda saxlamaq, hər hansı bir təbiət mənzərəsini, təbiət güşəsini yadda saxlamaq, ondan sonra hər hansı bir musiqini, yəni musiqinin sözləri yox, musiqinin sadəcə zümzümə etmək, onu yadda saxlamaq bu obrazı yaddaşdır. Söz yaddaşı isə məsələn şeir yadda saxlamaq, dərs, mövzu yadda saxlamaq bu söz yaddaşına misal ola bilər. Bunlar oldu yaddaşın növləri. Yaddaş 25 yaşa qədər inkişaf edir. 25 yaşdan 50 yaşa qədər, yəni normal, stabil olaraq qalır deyə bilərik. 50 yaşdan sonra isə yaddaş zəifləyir insan üçün. Və peşə yaddaşı ömrünün axırına qədər qalır. Və davam edirik. Digər bir mövzumuz yuxu mövzusu. Əsas məsələlərdən biri. Ömrümüzün 1/3 hissəsi 1/3 hissə ümumi olaraq sutka ərzində 4-5 sikldən ibarət olur. Yəni 4-5 sikl və təqribən 7-8 saatdan ibarət olur. Ləng yuxu fazası 2 fazadan ibarətdir. Ləng yuxu fazası müddəti 1-1,5 saat. Tez yuxu fazası isə 10-15 dəqiqə. Son fazada isə 20-30 dəqiqədən 20-30 dəqiqə götürülür. Və insan yatarkən ləng yuxu ilə yatmağa başlayır. Tez yuxuda oyanır. Aha. Demək, yəni yuxu nə üçün lazımdır? Enerji, yəni itirdiyimiz enerjini bərpa etmək üçün, yorğunluğumuzu aradan qaldırmaq üçün, sinir sisteminin normal fəaliyyətini bərpa etmək üçün o yuxu bizə vacibdir. Yuxuda, ləng yuxuda və tez yuxuda hansı proseslər baş verir? Ləng yuxuda ürək fəaliyyəti azalır, tənəffüs hərəkətləri zəiflənir və orqanizm süst olur. Ona görə bu yuxu fazasında oyanmaq
məsləhət deyil. Yəni çünki insan gümrah olmur. Tez yuxu fazasında isə ürək döyüntüləri artır, tənəffüs hərəkətləri artır və insan rahatlıqla oyana bilir. Ona görə tez yuxu fazasında biz